Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir Bakı TV kanalı izləyiciləri. YouTube kanalımıza xoş gəldiniz. Gözəl mənzillərlə təqdimatınızdayım. Belə gözəl mənzillər görmək istəsə kanalımıza abunə olun, videomuzu bəyənib altına yazmağı unutmayın. Və əsas məsələ ev. 28 may metrosu yaxınlığındadır. Səməd Vurğun bağının düz yanında Portparkın arxa tərəfində düşür. Gözəl bir kompleksdir. Çox böyük bir 9 hektar belə deyim, dəqiq olsun, həyəti var. Yaşıllıqlarla bəzədilmiş möhtəşəm bir kompleksdir. 16 mərtəbəli binadır. 12-ci mərtəbəsində 108 kvadrat 2 otaqdan 3 otağa düzəlmə. Çox gözəl düzəlib. Mən evə girdim, yəni zövq aldım. Rəng tonları, dizaynerlər burada möhtəşəm bir iş görüblər. Gəzəcək indi mənzili, hamısını dəqiqliyi ilə görəcəksiniz. Qonaq otağından danışımsa sonra gəzək mənzilimizi indi. Proyektdə göstərəcəm. Qapıdan indi qonaq otağından çıxaq, tam proyektdə sizə göstərəcəm, aydın olacaq. YouTube kanalımızda hər şey dəqiqliyi ilə göstərilir və qonaq otağı. Kvadrat şəkildə böyük bir qonaq otağımız var. Yerlər hazır, laklı bambuk parket. Fotoğraf işləmələrimizdə var. LED işıqlar, gizli işıqlar və lüstr tam asılı vəziyyətdə. Böyük bir bura divan dəsti qoyulub, belə qarşısında jurnalni və buradan eyvana çıxış var. Ümumi çamaşır otağı kimi bura düzəlib, paltaryan qoyulub ora və tam şkaflar hamısı eyvanımızda yığılıb. 6 nəfərlik masamızı gördünüz, buradan ikinci eyvanımıza da çıxış var. Bunu gəlib əyəni baş keçsiz zaman göstərəcəm sizə və twistentin yeri möhtəşəm yığılıb. Mərmər effektli panellərdən istifadə olunub, çox keyfiyyətli panellərdən istifadə olunub. Bunlar gözəl göstərir və rəng tonları divanın, yumuşaq dəstəli stolların, pərdənin rəng tonlarına uyğun möhtəşəm yığılıb televizorumuz və belə qonaq otağı bu qədər ikili qapıdan istifadə olunub, AUX markalı kondisionerlərimiz bütün otaqlarda var. Gəlin gəzək mənzili. Proyekti göstərim sizə. Əsas məsələ proyektdir. Mətbəxi gördünüz hol hissəsindədir. Giriş qapısı dəyişdirilib, çox keyfiyyətli qapının dübükləri görürsünüz, hamısı bərabər qalxıb. Yəni giriş qapısı möhtəşəm hündür qoyulub. Yanında sanitar qovşağı, ümumi sanitar qovşağımızdır. Mənzilə daxil olan elektriklər hamısı burada cəmlənib. Domofon sistemi. Sol tərəfdə qardırob mebeli tam tavan hündürlüyünə kimi çox keyfiyyətli bağlı materiallardan yığılıb və hol hissəsi tam olaraq qranit stil döşəmədir. Sanitar qovşağını gəzib göstərəcəm sizə. Mətbəxdən danışım, otaqların da proyektini göstərəm sizə, sonra gəzək. Spotlar, lüstr tam asılı vəziyyətdə, mətbəx mebeli belə hol hissəsində çox geniş bir mətbəx mebeli yığılıb. Üstü tökmə mərmər, sinəli mərmər, qaz peçi, aspirator, soba və gizli soyuculardan istifadə olunub. Heç biri də bir gün belə olsun istifadə olunmuyor. Mənzildə istifadə olunan materiallar qeyd etdiyim kimi çox keyfiyyətli. Elektrik kutuları hamısı orijinal Panasonic'dir. Onu da qeyd edeyim sizə. Və belə hol hissəsindən, mətbəximizdən bu qədər danışdım. Uşaq yataq otağı buradadır. Qonaq otağını gördünüz, proyekti tam aydın göstərim sizə və əsas yataq otağı da buradadır. Qonaq otağını gördünüz, hol hissəsini gördünüz, sanitar qovşağını bir də göstərim sizə. Sizin göstərmədim. Deməli, düşqabın isə duş aksesuarları, divar içi unitaz, moydadır. Qurutusuna kimi patolog işləmələri, osiklo, tavan patologundan istifadə olunub və qranit stil döşəmə. Ümumi sanitar qovşağında tam aydın gördünüz. Gəlin davam edək gəzək mənzilimizi. Əsas valideyn otağı. Yenə qeyd etdiyim kimi bütün mebellərlə təchiz olunub, texnikasına kimi, kondisionerinə kimi hamısı qoyulub. Televizor, taxt, arxası, parça işləmələr, taxt üstü buralar, indi yanları taxt işləmələr, tumbalar, twistent, şkaf, make-up, güzgü, televizor göstərdim. AUX markalı kondisioner və belə bir burada da şkaflar qoyulub. Qardırob mebeldə burada tam olaraq demək olar ki, tavan hündürlüyünə kimi hamısı düzgün qoyulub, güzgülü möhtəşəm göstərir. Gəlin davam edək.
Çox gözəl də dizaynla uşaq yataq otağı çıxıb, ikili kravatdan istifadə olunub, yumşaq dəstdən, yazı masası qoyulub, belə bir kitablar üçün rəflər qoyulub, alt makalı, kondisioner öz yerində, patlok işləmlərimiz də var, spot, gizli işıq, düz tutulması vəziyyətdə. Buradan da eyvana çıxışımız var. Pollar hazır, laklı bambuk parket və yenə də tavan hündürlüyünə yaxın, çox hündür qardırob mebelindən istifadə olunub. Gəlin hol hissəsində ümumi məlumat verim sizə. Bu mənzil yenə də qeyd etdiyim kimi yerləşir 28 may metrosunun belə dəmir yol vağzalının düz yanında möhtəşəm bir kompleksdir. Top vaxtının arxa tərəfi buradan bulvara maksimum piyada 10 dəqiqəlik yoldur, Kris Mola da yaxındır. Gözəl bir şəhərin mərkəzində mənzil təqdim edelim sizə. 16 mərtəbəli binanın 12-ci mərtəbəsində 108 kvadrat tam əşyalı, texnikalı, bir gündə belə yaşayış olmamış 2 otaqdan 3 otağa düzəlmən mənzil. Bu mənzilin start olaraq qiyməti 405 min manatdır. Real alıcılar əlbəttə ki, indirim var. Növbəti verilişlərdə görüşərik. Sağ olun.